Euzu billah mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve qada rabbuke alla ta'budu illa iyyahu ve bil valideyni ihsanan imma yablughanna indekel kibra ahaduhuma ev kilahuma fela taqul lahuma uffin ve la tenharhuma ve kul lahuma kavlen kerimen. Sadakallahul aliyyul azim. Əziz mömin qardaşlar, sizlərin hər biri bizi Allahın evində, Əhl-i Beytin qapısında Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rahmetullah və barakatuh. Və Allahdan acizanə arzum budur ki, Allah Teala təqva yolunda hər birimizi sabit qədəm qərar versin inşallah. İlahi Pərverdigar-ı aləm, cümə günüdür, mübarək bir gündür. İlahi dualarımızı bizdən qəbul eylə. Pərverdigar-ı aləm, keçən günlərimizdə olan xətalarımızı bağışla. İlahi bizi bağışlamamış bu dünyadan aparma. İlahi Pərverdigar-ı aləm, gələn günlərdə daha xeyirli, daha sənə yaxın olan bəndələrdən bizi qərar ver. İlahi dünyaya sən sabitlik qərar ver. İlahi sənə an verirəm cəlal və izzətin xatirinə, xəstələrimizə, nəzərdə olan xəstələrimizə, qürbətdə olan qardaşlarımızın xəstələrinə heç yoxdan şifa ver. Pərverdigar-ı aləm, ruzilərimizi bol qərar verginə, xüsusilə də bu mübarək Ramazan ayının ikinci cüməsində, ilahi mübarək gündür, cümə günüdür. Ya Rəbbim Allah, bütün olunan ibadət və itaəti bizlərdən qəbul eylə. İlahi Ramazan ayı necə biz müsəlmanlara, insanlara göndərmirsən yaratdıqları və xüsusilə də insanlara ilahi təmizlənək, paklanaq, ilahi ruh cəhətindən, batini cəhətdən, mənəvi cəhətdən daha da zəngin olaq. İlahi hər birimizə onu qismət qərar ver. Dualarımızın qəbulü üçün Muhammed və Ali Muhammed salavat zikr edeyim. Ramazan günlərini yaşayırıq. Sözümün əvvəlində istərdim ki, Həzreti Peyğəmbər əleyhissalatu vəssalamın gözəl buyurduqları ilə, məhz Ramazan ayında buyurduqları ilə başlayam. Haqq olan Peyğəmbər belə buyurur: Eyyuhənnəs, innə həzə şəhrə qəd xəssəkumullah bihi və həzərəkum. Ey cəmaat, Allah Teala bu ayı sizlərə aid etmişdir. Xəssəkum. Və huvə seyyidü şuhur. Məhz bu Ramazan ayı ayların ağasıdır. Leylətun fihi xeyrun min əlfi şəhr. Məhz bu Ramazan ayında elə bir gecə vardır ki, o 1000 aydan daha əfsəldir. Tuğləqu fihi əvvabun nar. Ey insanlar, ey möminlər, müsəlmanlar, namaz qılanlar, oruç tutanlar, Ramazanda nəfəs alanlar, tuğləqu fihi əvvabun nar. Allah Teala məhz bu Ramazan ayında cəhənnəm qapılarını bağlayar və tuftəhu fihi əvvabul cinan. Və Allahın öz izni ilə, kərəmi ilə Ramazan ayında məhz cənnət qapılarını açar. Yəni insanı hazırlayır, insanı dəvət edir Allah Teala Peyğəmbərinin dili ilə. İnsan hazırlaş, Ramazanın o dəyər və qiymətin bil. Ramazan əzəmətli bir aydır. Bu əzəmətli ayda eləyə bil ki, sən Allah qonağı ola biləsən, Allaha tərəf yön ala biləsən və Allahın əzizi ola biləsən. Bu dünya sınaq dünyasıdır. Hər nə qədər də biz desək ki, yox, insan bu dünyada namaz və ibadətlə məşğul olarsa və onun imtihanı bu dünyada olmazsa və yaxud da bəla gəlməzsə, bu aldatmış olaraq bir-birimizi. Amma bu dünya bir tutum var. Hər zaman imkan gəlib əlimizə çatıb ki, biz Ramazan ayında varıq və bu ayda nəfəs alırıq. Bu ayda inşallah ki, oruç tutmuşuq, ibadət edirik. Tutumumuzun artıq olması üçün Allahdan dua etməliyik.
Allah'a yalvarmalıyıq. Çünki cəhənnəmin qapıları bağlanır, cənnətin qapıları açılır. Kimlər üçün? Allah yaratdığı bəndələri üçün, sizlər üçün açılır, bizlər üçün açılır. Və ona layiq olmaq üçün əməlimizin salih olması daha mühümdür, daha mükəmməl olmalıdır ki, biz Allah'ın xoş olan bəndəsi ola biləyik. فَمَنْ أَدْرَكَهُ فَلَمْ يُغْفَرْ لَهُ فَأَبْعَدَهُ اللّٰهِ. Əgər deyir kim Ramazan ayını dərk edərsə, Ramazan ayında olarsa sizlərdən biri, ey müsəlmanlar, möminlər, Allah bəndələri və özünü bağışlada bilməzsə, bu ayda, Ramazan ayında da özünü bağışlada bilməzsə, Allah Teala deyir, onu öz dərgahından uzaq edər. وَمَنْ أَدْرَكَ وَالِدَيْهِ وَلَمْ يُغْفَرْ لَهُ فَأَبْعَدَهُ اللّٰهِ. Deyir, kimin valideyni sağ olduğu bir təqdirdə ondan gedib bağışlanmaq diləməzsə, Peyğəmbər Aleyhissalatu vesselamın sözüdür bu. Hər kimin ki deyir, valideyni sağdır və o gedib özünü bağışlanmaq diləməzsə, qəlbinə dəyib onun, bu onun fərq etməz. Bəndə gedib, övlad gedib valideynin deyir, bağışlanmaq diləməzsə, Allah Teala deyir, öz məqamından onu nə edər? Uzaq etmiş olar. Sözümün əvvəlində Quran-ı Kərimin ayəsində məhz bu haqda danışdım. Həzrəti Peyğəmbər Aleyhissalatu vesselam sadalayır bir neçə şeyi, deyir, Ramazan ayı gözəl bir aydır, xoş sizin halınızda ki siz o ayda varsınız, nə xoş və bilin ki həqiqətən də Allah Teala bu ayın əvvəlindən ta axırına qədər cəhənnəmin qapılarını bağlayır, bilin, xəbəriz olsun və cənnətin qapılarını açır. Yəni insan hazırlaş, insan uyan, insan əməlləri düzgün et, insan digərləri ilə mehriban ol, insan tutumuvu çoxalt ki, sənin tutumun çox olsun. Sən Allah sevər bir bəndə olmaq üçün əməlləri düzəltməlisən, iç aləmi və bir nəzər yetirməlisən və ondan sonra xoş sənin halıva ki, sən onu eləyə biləsən. Xoş o bəndənin halına ki, Allahın bu buyurduqlarına, Peyğəmbərinin dili ilə qulaq asar və əməlləri yerini yetirər. Və sonra bunu qapını deyir ki, insan Ramazan ayında oruç tutan, Ramazan ayında gecə namaz qılan, Ramazan ayında iftar eləyən, Ramazan ayında dua oxuyan, Ramazan ayında Allah üçün bağışlanmaq diləyən, nə qədər valideynin sağ ikən ged onun huzuruna, ged onun qapısına, gecikdirmə özüvi. Əgər Ramazan ayında hər bir bəndə, Peyğəmbər Aleyhissalatu vesselam buyurur, hər bir bəndə Ramazanın əvvəl günlərində bunu buyurur, gedib valideyni ilə fərq etməz, atası və anası ilə əgər onların arasında nəsə varsa, onun bağışlanmağını ondan diləməlidir, halallığın almalıdır. Əgər deyir, almasan, Allah deyir, mənim dərgahımdan uzaqsan, hər nə qədər ibadət etsək, hər nə qədər oruç tutsaq, hər nə qədər xoş əməllərlə, bəyənilmiş əməllərlə məşğul olsaq, amma valideyn haqqı ki var, Allah Teala onu əzəmətli buyurur, onu böyük buyurur, onu gözəl buyurur ki, sənin haqqındır ki, gedəsən valideyninin huzurunda gözəl bağışlanmağı diliyəsən. Allah Teala hər birimizi bağışlanmış qulundan qərar versin. İsra surəsinin 23-cü ayəsində Allah Teala buyurur və qada rabbuka alla ta'budu illa iyyahu və bil valideyni ihsana. Və Rəbbin ondan ibadət etməyinizi və ata-anaya deyir, yaxşılıq etməyinizi qəti hökm edir. İmma yablughanna indakal kibara ahadahuma ev kilahuma. Deyir, fərq etməz valideyndən ya biri ya da ki ahadahuma, ya biri ya kilahuma, ya hər ikisi sənin yanında olarsa, fələ təqul ləhuma uffin, bəndəm sənin ixtiyarın yoxdur ona uff belə kəlməsin deməyə, və la tənhərhuma, və onları deyir üstlərinə deyir qışqırma, deyir tənhərhuma, yəni çığırma, bağırma üstlərinə deyir, və qul ləhuma qavlən kərimən, onlara xoş sözdür hər zaman. Bizə icazə vermir və bizim haqqımız yoxdur validemizin üstünə qışqıraq, onlara ağır söz deyək və onu bizlərə tapşırır.
bizim borcumuzdur. Bəndəsən, namaz qılırsan, müsəlmansan, ibadətdəsən, valideyninin haqqın bilməlisən, haqqın əda etməlisən. Fərq etməz biri və yaxud da hər ikisi səninlə bərabər yaşayırsa, hər bir övlada, hər bir oğula, hər bir qıza boynuna haqdır ki, valideynin dəyər və qiymətin bilsin. Bu Ramazan ayında, Ramazan ayında get deyir qapısına. Və yaxud da səndən bir yerdə yaşayır, ged yanına, otur onun dizlərinin yanında, öp onun əllərin, anacan bağışla, atacan bağışla, mən səhv etdim, mən bir qələt eləmişəm, məni bağışla, eləyə bilərsən məni bağışla, məni halal et, halal. Bunu kim buyurur? Bizim Rəbbimiz, Xaliqimiz. Əgər namaz qılırsa, ibadətimiz varsa, Allah bəndəsi isə etiraf edirik ki, biz Allahı haqq tanıyırıq, Allah kəlamlarına qulaq asmalıyıq. Bizim borcumuzdur ki, Allahın kəlamlarına qulaq asaq. O zaman Allahın bəndəsi ola bilirik. O zaman Allahın sevimlisi ola bilirik. Yox, əgər bu əməli etmiriksə, vay bizim halımıza. Vay bizim halımıza. Bir gözəl ravi yazır. El-valid a'zamu tariq ila babil cennə. Dir valideyn a'zamu tariq, en güzeldir yoldur deyir. Ne için? İləl babil cennə, cennet kapısına. İstəyir hamımız cennet kapısını elə. Dir valideyn en güzel, əzəmətli bir kapıdır. Hara? Cennet kapısı için getməyə. Mənim, sənin cennet istəyiriksə Allah Teala'dan, deyir, validin en büyük kapılardan biridir. Ve a'zamut tariq, ve en güzel yoldur buyurur. İlâ bâbit tevfik ve hidayet kapısına. Evvel buyurur ki cennet kapısına ve sonra buyurur hidayet kapısına. Ne? Valideyn, onun hürmetini saklamak, ona değer vermek. Sonra buyurur, men berre valideyhi la yamutu meytetes su'i. Deyir, her kim sizlerden, men berre valideyhi, öz iki valideynine, ata ve anasına deyir, hürmet eləyərsə, gözəl əxlaqla onlara xidmət eləyərsə, onların qulluğunda dayanarsa, ömrü boyu onlara dəyər və qiymət verərsə, onları dəyərli sayacaqsa və hər zaman da onları incitməzsə, xidmətində dayanacaqsa, mən bərrəbi valideyhi la yamutu meytətəs su'i. O insan günahkar dünyadan köçməz. Günahla dünyadan köçməz. Bu sözləri mən dünən axşam hazırlaşanda bir dostum var, onunla da danışırdım bu haqda, valideyn haqqında. Ümumiyyətlə sual vermişdi Ramazan ayı haqqında. Mənə belə bir kaş atmayaydı mənə. Mənə həyatda baş vermiş bir hadisəni attı. Dedi, hacı sen bu kadar valideyn haqqında gözəl danışdın. Ama hayatta bu cür insanlar var. Deməli, bir müsəlman ölkəsindədir. Qonşu həyətdən bir 50 metre, 60 metre aralı ikinci mərtəbədən yay günləridir. Bir oğul atasının həyətində, evin həyətində çimizdirir. Əvvəl baxanda sevindim, çox sevindim. Və ata quşağa kimi soyunmuş halda görsənir, ondan sonrası görsənmir. Çünki ikinci mərtəbədən çəkilir və onun övladın orada danışmağı, qışqırmağı da eşidilir. Ata bir əlindən tutub, yəqin ki, bilirsiniz də, kənd evlərində, həyat evlərində nəysə yuyursansa onu qurutmaq üçün nəsə bir ciyə çəkirsən, ip çəkirsən. O ipdən bir əlini tutub belə, mən bir diqqətlə baxdım, əvvəl sevindim. Amma bir an onda gördüm ki, öz əlləri ilə başladı, o çolaq əlləri ilə başladı atasına vurmağa. 1, 2, 3, 4. Mən bunu görəndə vahimələndim. Ata da qalıb belə göz yaşı tökür. Heç bir söz demir, amma qalıb ayaq üstə. Dedim, bəlkə kifayətlənər də. Gördüm, biraz həyəti dolandı, gəldi sol əlinlə. Yenə də atasını tam belə vurandan sonra yenə övlad doymadı. Əlindəki olan o göy qabla bərabər başladı atasının başına belə vurmağa. Amma yenə doymadı bundan. Götürdü əlində 3 dənə belə
enli belə taxta, başladı atasına vur haki var, vur haki var, vur. Bu övlad. Bu övlad. O hemen ata ki, hemen ana ki, o övladın nabızı ilə necə oynayıb, bəlkə də qarnına yeməyib, o övlada verib ki, mənim övladımdır, mənim dayağımdır, mən qocalanda, mən ehtiyaclı olanda, bu mənə dayaq olar, bu mənə kömək olar, bu mənim qanımdandır, bu mənim belimdəndir, bu mənim əlimdən tutar, bu düşmən çəpəridir. Amma mən ona baxanda vahimələndim. İnan ki, səhərə kimi yata bilmədim ki, ilahi pərverdigarı aləm, atanı bu cür döyərlərmi? Valideynə bu cür əl qaldırarlarmı? Allah buyurur, sənin Rəbbin, mənim Rəbbim buyurur, müsəlman, ixtiyarın yoxdur ona uf deməyə. Mən sənə ona görə ixtiyar vermirəm. Necə oldu sən əl qaldırdın? Hər nə qədər əsəbləşsən, axı bu sənin valideynindir. Sən onu çimizdirirsən, bu cür çimizdirirsən. İnan Allah'a ki, sən ondan bətər günə qalacaqsan. Allah sənə onu bu dünyada dadızdıracaq. Mənim əzizlərim, mümkün deyil valideyn haqqı. Əvvəl Peyğəmbər Aleyhissalatu vesselamın buyurduğu ki, insan, müsəlman, mümin, başa düş, Allah, valideyn dəyərlidir, valideyn qiymətlidir, valideyn əzizdir. Allah Qur'anında öz adından sonra valideyni tapşırır. Necə oldu, hansı ürəklə? Sen hansı ürəklə onu ettin? Hansı bəndəçiliklə onu ettin? Sen Allah'ımı tanıyırsan mı? Hələ bu bir misalıdır. Əgər elə idisə, övladın, valideyninə baxmaq istəmirdinsə, heç olmazsa hökumətin yaratdığı qocalar evi var, aparaydın, çolaq əlləri ilə aparıb qoyaydın orada. Onu bu qədər məsxərə etməyəydin, onu bu qədər rüsvay etməyəydin, onu bu qədər dəyərsiz etməyəydin. Nə olardı ki, sən ölməzdin ki, sən onu aparıb qoyaydın, heç olmazsa qocalar evinə. Baxmayaydın ondan sonra, getməyaydın yanına, amma bu cür eləməyəydin onu. Bu cür təhqir etməyəydin. Valideyn çox dəyərlidir. Allah'a and verim, izzəti, cəlalı, əzəməti xatirinə bizi əvvəla bu dünyada xəstəliklə imtihan etməsin və bizi bu dünyada o cür olan bir vaxtda övladlarımıza yük eləməsin. Heç vaxt yük olmayaq. Heç bir valideynə, başda mən özüm olmaqla Allah Teala bizim heç birimizə o günləri qismət eləməsin. O xəcaləti qismət eləməsin. Ondan qabaq ölsək Allahın huzurunda daha yaxşıdır. Nə ki o günləri yaşamaq, ilahi pərverdigarı aləm. Heç bir valideyni o cür imtihana çəkmə. Dualarımızın qəbul üçün Peyğəmbər və Ali Peyğəmbər salavat zikr. İsra suresinin 24. ayesinde Allah-u Teala buyurur: "Vâhfiz lehuma cenâhed zulli min rahmeti ve kul Rabbi irhamhuma kema rabbeyani sagîren." Yine buyurur, dir ve mehribanlıkdır. Vâhfiz lehuma cenâhed zulli. Sen valideynleri ve mehribanlık kanatları sal onların üzerine. Sen onlarla çok mehriban ol buyurur. Miner rahme, rahmetli ol, rahimli ol öz valideynine karşı. Ve kul Rabbi irhamhuma kema rabbeyani. O cür olandan sonra da ellerimi kaldır Allah'ın huzuruna, Allah Teala'dan bu cür dua et eğer. Ya Rabbena, ey benim Rabbim, perverdigarım, yaradanım, halikim, benim valideynlerime rahmet. Kema rabbeyani sagîren. Necə ki onlar uşaqlığımın vaxtında mənə onlar mərhəmətlə yanaşdılar, rəhmətlə yanaşdılar, məni böyütdülər, ilahi. Onlar yemədilər, amma mənə verdilər, amma məni boya başa çatdırdılar, ilahi. Sən də onlara rəhm et, bu cür deyir, dua et. Kur'an buyurur ha bunu, Allah buyurur ha bunu, səni yaradan Halik buyurur ha, bizi yaradan buyurur, bu cür ol valideynine qarşı. Bu cür ol, bu cür. Sən bu cür olmalısan. Eğer olmasan xeyri yoktur. Olmasan xeyri yoktur. Allah Teala her birimizi güzel bir bəndə olmağı qismət eləsin. Və xüsusilə də
Allah'a yalvarıram ki her birimiz üçün ve özüm üçün ilahi Pərverdigar-ı aləm kıyametin gününde bizi imtihan vaxtında xəcalətli qərar vermə. Yani bu Ramazan ayında bizim her birimizin günahını bağışla. İmtihandır biz insanlar için. Her birimiz için de imtihan var. Mümkün değil insanın imtihan olmasın. Bazen Allah Teala biz imtihanın karşısında kalanda, o bəla gələndə düzdür, demirəm asandır, çətindir. Çətindir, çox çətindir. Danışmaq asandır o haqda. Amma onu o bəlaya gələn bir insana onun için çox çətin olur onun. Onu keçirtmək çox çətin olur. Amma Allah Teala istir bəndəsin. Sen Allah'ın sevimli bəndəsisənsə, səni digər bir şeylerden korumak için nəyinsə fəda verməsi, nəyinsə getməsi bu zəruri hal alır. Allah'ın ve celal ve izzeti, əzəməti xatirinə Allah Teala bizim ibadet ve itaatimizi bizden kabul eylesin. İlahi, Ramazan ayıdır. Ellerimizi senin huzuruna kaldırmışıq. İlahi, senden bağışlanmak dilir bizim her birimizi bağışla. İlahi, tutulan oruçlarımızı, kılınan namazlarımızı bizden kabul eyle. Pərverdigar-ı aləm bu Ramazan ayını bizim için axırıncı qərar vermə. İlahi, bu Ramazan ayında güzel geceler var. Sen Kur'an'ı o gecelerde göndermişsen. Ehya Kadir geceleridir. O gecelerde ibadette ve itaatte olmağı, cemaatlə bir yerde, Müslüman bacı ve kardeşlerimizle bir yerde, Allah evinde, ilahi senin beytinde her birimize kısmet karar ver yine. Pərverdigar-ı aləm, sana an verem celal ve izzetin hatirine, vətən üçün, torpaq üçün can veren kardeşlerimiz var, ana bacılarımız var. Onların məqamı uzadır, onları Kərbəla şəhidləriyle həmnişin karar ver yine. İlahi onların ailelerine sabır ver yine. İlahi yaralı gazilerimiz var, hiç yoktan onlara şifa ver yine. İlahi onların ruzilerin bol karar ver yine. İlahi sana an verem celal ve izzetin hatirine, Azerbaycan için çalışan insanlar var. Azerbaycan'ı seven insanlar var. Azerbaycan'ın geleceği için, müstakilliği için, ilahi daimi ve ebedi olması için ya Rabbim gece ve gündüz çalışan insanlar var. Her kimdirse ilahi sen onlara kömək ol yine. Ama her kim de Azerbaycan'ı istemezse, ihtişaş yaratmak istəyərsə, Azerbaycan halkının gün ve güzaranın yaxşı olmağını istemezse, arzulamazsa, ilahi Azerbaycan ülkesinin müstakilliyini beğenmezse, üçrəngli bayrağımızın ebedi dalgalanmağını istemezse, ilahi bu sabitliği istemezse ki o cür insanlar var, eğer onlara insan demək olursa bizim için fark etmir. İster Azerbaycan'ın dahilinde olsun, isterse de haricde. İlahi o cür insanların imkanların ellerinden al. İlahi sen özün Azerbaycan halkına kömək ol. Müslüman bacı ve kardeşlerimizin gün ve güzaranın yaxşı karar ver. Onların ruzilerin bol karar ver yine. Xəstələrine şifa ver yine. İlahi evsiz olanlara ev nasip karar ver yine. İlahi imkanı olmayanlara imkan olması için onlar için yol aç yine. Pərverdigar-ı aləm bizleri sahibe zaman aleyhisselamın əsgərlərindən karar ver. Onun zuhurun təcil karar ver yine. İlahi bütün dualarımızın kabul için sen her birimize kömək ol yine. Muhammed ve Ali Muhammed salavatü